Əxlaq dinimizdən gəlir. Dedim bunu. Aha. Mən də sizə sual verirəm. Bu din Azərbaycana gəlməmişdən qabaq bu bölgənin insanları əxlaqsız idi. Xeyr. Demək ki, dindən gəlmir əxlaq, düzdür? Sən hisslə danışığı, əməli eyni tutma. Qardaş, birincisi, sən özün dedin ki, dindən gəlir əxlaq. Mən də sənə sual verirəm. Ay qardaş, o bilsən nə mənadır? O bilsən nə mənadır? Nə mənam? Ay sual verirsən, yoxsa bilərəkdən deyirsən onu? Bu sual verirəm, açıqla görə. Ay, deməli bilmirsən ki, sual verirsən? Hə, bilmirəm. Ay mən də sənə izah etməyə çalışıram. Peyğəmbər sallallahu əleyhi və səlləm bizə nəyi öyrədir? Ən azından İslamdan başın çıxır da, bizə nəyi öyrət nəsihət edib? 4 arvad almağı, cariyə saxlamağı, qadına şiddəti, qadına istismarı, az yaşlı qızlar almağı, məsələn 9 yaşında, 6 yaşında almağı. Qadına şiddət? Xoş gördük əziz dinləyicilər. Bugünkü podkastımızda yenə həmin o məşhur qonağımız, fəlsəfədən və tarixdən bir xəbəri olmayan, amma internetdən əzbərlədiyi şüarlarla özünü alim sanan ateist Çevik'in kəşflərini masaya yatıracağıq. Bu dəfə o biologiyanı buraxıb tarixə və əxlaq fəlsəfəsinə girişib. Hə, izlədim o videonu. Çevik bəy bu dəfə elə bir sürətlə, nəfəs almadan danışır ki, adam elə bilir arxasınca atlı düşüb. Fəlsəfədə bu uşaq-muşaq taktikasına giş-gallop deyirlər. Yəni rəqibə söz vermədən eyni anda 5-6 dənə yalanı, təhrifi ard-arda sıralayırsan ki, qarşı tərəf psixoloji təzyiqə düşsün. Bir də prezentizm, yəni anaxronizm xətası edir. Adam 21-ci əsrin kondisionerli otağında oturub, 7-ci əsrin qlobal iqtisadiyyatını və sosiologiyasını mühakimə edir. Atalar demişkən, qazanın ağzı açıqdır, pişiyin həyasına nə gəlib? Özünü o qədər itirib ki, fəlsəfi olaraq necə batdığının fərqində deyil. Elə ilk olaraq o əxlaq məsələsindən başlayaq. Çevik fəxrlə deyir ki, İslam gəlməmişdən qabaq insanlar əxlaqsız idi. Xeyr, deməli əxlaq dindən gəlmir. Öz aləmində dini məntiqi olaraq çökdürdü. Vay, intellektual partlayış. Ay Çevik, sən nə vaxtdan əxlaq fəlsəfəsi mütəxəssisi oldun? Adam əxlaqın mənbəyi ilə əxlaqın öyrənilməsini bir-birinə qatıb kompot edib. Sənə kim dedi ki, İslam əxlaqı sıfırdan mən icad elədim deyir? Klassik saman adam xətası. İslam teologiyası deyir ki, Allah insanı yaradanda onun içinə, kodlarına fitrət deyilən bir vicdan kompası qoyub. İnsan dini bilməsə də, oğurluğun, cinayətin pis olduğunu daxilən bilir. Çünki yaradıcı o proqramı yazıb. Dinin gəlmə səbəbi o əxlaqı sıfırdan kəşf etmək deyil. O daxili fitrəti cəmiyyətin korlamasından qorumaqdır. Əslində isə bu məsələ ateizmin özünün ən böyük zəif nöqtəsidir, elə deyilmi? Əlbəttə, ateizmin əxlaqi iflası. Çevikdən soruşmaq lazımdır. Əgər sənin dediyin kimi yaradıcı yoxdursa, mütləq bir qanun qoyucu yoxdursa və sən sadəcə təsadüfi atomların birləşməsisənsə, sən hansı üzlə kiməsə əxlaqlı və ya əxlaqsız deyirsən? Materializmdə yaxşı və pis anlayışı yoxdur, sadəcə güclünün zəifi əzməsi var. Əgər Allah yoxdursa, Hitlerin milyonlarla insanı yandırması ilə bir ananın övladına şəfqət göstərməsi arasında fəlsəfi olaraq heç bir fərq yoxdur. İkisi də sadəcə atomların fərqli formada hərəkətidir. Çevik fərqində belə deyil ki, mühakimə yürütmək üçün Allahdan obyektiv əxlaq borc alır, sonra da dönüb dinə kafa tutur. Kasıbın olan qalanı bir fəlsəfəsi var, o da oğurluq çıxdı. Sonra keçir tarixi məsələlərə. 4 arvad almağı, yəni çox arvadlığı öyrədir deyərək İslamı istismarda günahlandırır. Ay bədbəxt, İslam poligamiyanı icad etməyib, məhdudlaşdırıb. Qədim Romada, Farslarda, Çində, elə ərəblərin özündə İslamdan əvvəl bir kişinin 50-100 arvadı olurdu. Qadının zərrə qədər hüququ yox idi. İslam gəlib bu heyvani xaosu kəsdi, limit qoydu və ədalət şərfi gətirdi. Quranda açıq-aydın yazılır ki, ədalətli ola bilməzsiniz, birinə yetinin. Çevik niyə demir ki, o dövrün reallığında qanlı müharibələrdə kişilər qırılırdı deyə minlərlə qadın dul, ac və yetim qalırdı? O qadınların fahişəliyə düşməməsi üçün təminatı olan kişilərin onlara rəsmi sahib çıxması, onlara miras verməsi sosial sığorta sistemi idi. 21-ci əsrdə sekulyar kişilərin 10 dənə məşuqə hüquqsuz olması normal sayılır, amma İslamın o qadınlara rəsmi ad və hüquq verməsi istismar olur. İkili standarta bax sən. Elə eyni anaxronizmi köləlik məsələsində də edir. Cariyə saxlamağı öyrədir deyir. Çevik elə bilir ki, 7-ci əsrdə BMT-nin insan haqları bəyannaməsi var idi. Ay cəhalət yuvası. Köləlik o dövrün qlobal bank və kapitalizm sistemi idi.
Bütün dünyanın iqtisadiyyatı bunun üzərində dururdu. İslam birdən-birə köləliyi əlved etdim desəydi, milyonlarla insan küçədə acından öləcəkdi. Buna görə də İslam bəşəriyyətdə ilk dəfə köləliyi mərhələli şəkildə ləğv etmə proqramı başlatdı. Oruç pozdun, qulu azad et. Andı pozdun, qulu azad et. Zəkat fondundan büdcə ayrıldı ki, gedin qulları satın alıb azad edin. Cariyələrin fahişəliyə məcbur edilməsini Quran qəti şəkildə haram qıldı. Ağasından övladı olan cariyə ümmül vələd oldu, yəni toxunulmazlıq qazandı və ağası ölən kimi tam azad oldu. Qərb qulları heyvan kimi alıb satankən, İslam onları sistemli şəkildə cəmiyyətə inteqrasiya edirdi. Və təbii ki, neo-ateistlərin ən sevimli, ən çox çeynədikləri mövzu Həzrət Ayşənin yaşı məsələsi. Çevik səsini qaldıraraq 9 yaşında, 6 yaşında qızları almağı öyrədir deyir. Bax, bu onların şahmat dedikləri, amma əslində özlərinin rüsvay olduqları yerdir. Çevik pasport sistemi ilə bioloji inkişafı ayrı edə bilmir. Sənaye inqilabına qədər bütün dünyada evlilik yaşı 18 rəqəmi ilə yox, bioloji yetkinliklə, yəni puberti ilə ölçülürdü. Qaynar iqlimlərdə qızların bioloji inkişafı çox erkən baş verirdi. Yəni o dövrün insanı üçün o uşaq deyildi, fiziki olaraq tam yetkin bir qadın idi. Üstəlik, Quran evlilik üçün sadəcə fiziki yox, rüşd, yəni psixoloji yetkinlik şərti qoyur. İndi gəl sənə tarix və riyaziyyat dərsi keçim. Buyur, faktlarla, dəqiq. Bütün mötəbər tarixi mənbələri yekdilliklə qeyd edir ki, Həzrət Ayşənin böyük bacısı Əsma ondan tam 10 yaş böyük idi. Peyğəmbər Məkkədən Mədinəyə köçəndə Əsmanın düz 27 yaşı var idi. Riyaziyyatı olan hər kəs hesablasın. 27-dən 10 çıxanda neçə qalır? 17. Deməli, hicrət ilində Ayşənin 17 yaşı var idi. Evlilik isə bundan 1-2 il sonra baş tutub. Yəni, Həzrət Ayşənin evlənərkən 6 və ya 9 yaşında uşaq yox, ən azı 18-19 yaşlarında tam formalaşmış, yetkin bir gənc xanım olduğu riyazi olaraq isbatlanır. Üstəlik, əgər bu pedofiliya olsaydı, Peyğəmbəri gözdən salmaq istəyən Əbu Cəhil, Əbu Ləhəb bunu bütün Ərəbistanda propaganda edərdi. Amma tarixdə heç bir düşmən bundan şikayət etməyib. Çünki Çeviyin uydurduğu bu nağıl o dövrdə yox idi. Möhtəşəm. Hər bir bəndi elmlə, tarix və riyaziyyatla yerlə yeksan etdik. Görünən odur ki, Çevik əslində elmi axtarışda deyil, populyar internet islamofobiyasını pafosla təkrarlayan bir Dəqiq. Fəlsəfə onun əxlaq anlayışındakı nihilizmi ifşa edir, obyektiv tarix isə onun iddialarının anaxronizm olduğunu üzünə çırpır. İslam bəşəriyyəti Çevik kimilərin bu bəsit cəhalətindən qurtaran fundamental bir inqilabdır. Boşboğazlıqla həqiqəti örtbas edə bilməzlər. Hörmətli dinləyicilər, gördüyünüz kimi həqiqəti öyrənmək üçün səs-küyə deyil, kitablara və elmi analizə ehtiyac var. Növbəti podkastda görüşənədək